Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi ayə-bayə verilişində xoş gördük. Bugünkü dərsimiz 8-ci dərsdir və əziz Peyğəmbərimiz haqqında ayələrdən inşallah tərcümə edəcəyik. Başlayaq. Birinci ayə. Əuzubillah. İnna arsalnaka bil haqqi bəşiran və nəziran. İnna həqiqətən biz arsalna göndərdik səni bil haqqi haqla birgə bəşirən, bəşarət verən və nəziran qorxuzan. Bəqərə surəsi 119-cu ayə. Ümumi tərcümə edək. Şübhəsiz biz səni haqq olaraq müjdə verən və qorxudan göndərdik. İkinci ayə. Qul yə əyyuhən-nəsu İnni Rasulullahi ileykum cəmiən əlləzi ləhu mulkus-səmavati vəl-ərz. Əraf surəsi 158-ci ayə. Qul de, yə, ey, əyyuhən-nəs, insanlar, inni, həqiqətən mən, Rasulullahi ileykum, sizə Peyğəmbərəm cəmiən, ümumi olaraq. Əlləzi, o kəs ki, ləhu, onun üçündür. Mulkus-səmavat vəl-ərz. Səmaların, göylərin və yerin malikiyyəti. Ümumi tərcümə edək. De, ey insanlar, həqiqətən mən Allahın sizin hamınıza göndərdiyi Peyğəmbərəm. O Allah ki, əlləzi. O Allah ki, göylərin və yerin sahibidir. Üçüncü ayə. La ilahə illə hu yuhyi və yumit fəəminu billahi və rasulihi. Əraf surəsi 158-ci ayə yenə. La ilahə illə huvə dayanında təcvid qaydasına görə hu olur. Ondan başqa ilah yoxdur. O, huvə, yuhyi dirildir və yumitu öldürür. Fəəminu pəs odur ki və yaxud da billahi və rasulihi iman gətirin Allaha və Rasuluna. Dördüncü ayə. Huvəl-ləzi ərsələ rasuləhu bil-hudə və dinil haqq. Tövbə surəsi 33-cü ayə. Huvə o, əlləzi ərsələ göndərdi rasuləhu öz elçisini, rasulunu bil-hudə hidayətlə və dinil haqq haqq olan dinlə. Ümumi tərcümə edək. O kəsdir ki, huvə əlləzi, o kəsdir ki, ərsələ Peyğəmbərini hidayət və haqq din ilə göndərdi. Bəli, çatdıq 5-ci ayə. Və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin. Qul innəmə yuhə iləyyə ennəmə ilahukum ilahun vahid. Ənbiya surəsi 107 və 108-ci ayələr. Və mə ərsəlnəkə göndərmədik biz səni, orada səni deməkdir, illə məgər rəhmətən rəhmət lil-aləmin aləmlərə. Qul de, innəmə yalnız həqiqətən yuhə vəhy olunur iləyyə mənə ennəmə həqiqətən İlahukum sizin ilahınızam, ilahun vahidun tək olan ilah. Ümumi tərcüməyə baxaq. Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik. De, həqiqətən mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır, ilahdır. Çatdıq dərsimizin 6-cı ayəsi. Mə kənə Muhammedun əbə əhədin min ricalikum vələkin Rasulallah və xatəmən nəbiyyin. Əhzab surəsi 40-cı ayə. Olmadı Muhammed, salavatullah, əbə, ata, əhədin, bir nəfərin, min ricalikum, siz kişilərdən birinin atası, vələkin Rasulallah və xatəmən nəbiyyin. Allahın rəsuludur və xatəmən nəbiyyin və peyğəmbərlərin sonuncusudur. Gəlin ümumi tərcüməyə baxaq. Muhammed salavatullah sizlərdən heç birinizin atası deyil.
lakin o Allahın rəsuludur və peyğəmbərlərin sonuncusudur. Gəlirik dərsimizin 7-ci ayəsi, Əhzab surəsi 45-ci ayə. Ya eyyuhən nəbiyyü innə ərsəlnəkə şahidən və mübəşşirən və nəzira. Ya eyyuhən nəbiyyü, ey peyğəmbər, innə, həqiqətən biz, şübhəsiz biz, ərsəlnəkə, səni göndərdik, şahidən, şahid və mübəşşirən, müjdə verən və nəziran, qorxuzan. Ümumi tərcüməyə baxaq, ey peyğəmbər, həqiqətən biz səni bir şahid və müjdə və qorxuzan kimi göndərdik. Gəldik 8-ci ayə. Yasin vəl Qur'anil hakim innəkə ləminəl mursalin alə sıratın müstəqim. Ya burada nidadır, sin peyğəmbərin adıdır deyirlər. Yasin vəl Qur'anil hakim. Vav burada vab-ı qəsəmdir, yəni and vavıdır. And olsun həkim Qur'ana, hikmətli Qur'ana, innəkə, həqiqətən sən, ləminəl mursalin, oldun mursəllərdən, peyğəmbərlərdən, alə sıratin müstəqim, düz yoldasan. Gəlin belə tərcümə edək. Yasin, bu qaydada olacaq, and olsun hikmətli Qur'ana, həqiqətən sən peyğəmbərlərdənsən, alə sıratin müstəqim, düzgün olan yoldasan. Alə sıratın müstəqim. Bəli, çatdıq 9-cu ayə, yəni dərsimizin 9-cu ayə, Saffat surəsinin 6-cı ayəsi. Və iz qalə İsə İbnu Məryəm yə bəni İsrail inni Rasulullahi iləykum. Və iz qalə, o zaman ki dedi, İsə ibnu Məryəm, Məryəm oğlu İsa, yə ey bəni İsrail, İsrail övladları, inni həqiqətən mən, Rasulullahi iləykum, sizin üçün Allahın elçisiyəm. Rasulullah iləykum. Ümumi tərcüməyə baxaq və o zaman ki Məryəm oğlu İsa dedi, ey İsrail övladları, şübhəsiz mən sizə göndərilən peyğəmbərəm. Allah tərəfindən təbii ki. Və dərsimizin 10-cu ayəsi və mübəşşiran bi rasulin yəti min ba'd ismuhu Əhməd. Saffat surəsinin yeni 6-cı ayəsidir. Və mübəşşirən, mən müjdə verənəm və mübəşşirən bi rasulin, bir peyğəmbərə, yəti, gələcək, min ba'di, məndən sonra ismuhu Əhməd, adı Əhməddir. Bizim peyğəmbərə aiddir təbii ki bu ayə. İsa peyğəmbər əleyhissalam xəbər verir. Məndən sonra gələn adı Əhməd olan bir peyğəmbərin müjdəsini verirəm. Ümumi tərcümə də belədir. Bəli, gəldik dərsimizin lüğət bölümünə. Lüğətlərə baxaq və təbii ki görək burada hansı lüğətlər var, yeni sözlər var. Onları bir nəzərdən keçirək. Əminu, iman gətirin, ərsələ, göndərdi, innəmə, fəqət, yalnız, ənnəmə ki. Baxın, biri innəmədir, biri ənnəmədir. Burada innəmə deməli, yalnız, fəqət, ənnəmə ki mənasını verir. Bəşirun, müjdələyən, ricalun, kişilər, qul, de, mə, deyil, inkar mənasındadır. Mübəşşirən, müjdələyən, nəzir, qorxudan, yəti, gəlir, yuhyi, dirildir, yumitu, öldürür, yuhə, vəhy olunur, əhəd, tək, yeganə, Əhməd, ad, əziz peyğəmbərimizin adıdır, bə'du, sonra, həqqa, haqq, doğru, dürüst, xatəm, sonuncu, rəhmə, rəhmət, Qur'an, elə Qur'an-ı Kərimin adıdır, Muhammed, Həzrət Peyğəmbərimizin adıdır və and olsun. Burada vəl Qur'anil hakimdə and mənasında, və şəmsi, vəl qamar, bunlar and mənasındadır. Yasin də müqatta hərflərindəndir ki, bunu da bəzi rivayət və hədislərdə deyirlər, Peyğəmbərimizə işarədir.
Bəli, gəlirik dərsimizin maraqlı hissəsi testlərə gəlirik. Birinci testimiz ərəb sözlərini veririk, tərcümə veririk. Hansı doğrudur? Bəşir, nəzir. A bəndi müjdələyən, qorxudan. B bəndi müjdə, qorxu. Hansı doğrudur? Təbii ki, müjdələyən, qorxudan. Bəşir və nəzir. İkinci, qul, əminu. A bəndi dedi, iman gətirdilər. B bəndi de, iman gətirin. Üçüncü, innəmə, ənəmə. Fəqət ki, B bəndi ki, şübhəsiz. 4. Yuhə ricalun. A bəndi vəhy olunur kişilər. B bəndi vəhy etdi kişi. Bəli, çatdıq Azərbaycan dilində tərcümə və onun siz ərəbisini tapacaqsınız. Birinci, göndərdi məndən sonra. A bəndi ərsələ min bə'di. B bəndi ərsəlnə bə'di. 2. Müjdələyən ata. A bəndi ibn, bəşir. B bəndi mübəşşiran əb. Hansı doğrudur? Üçüncüsü, iman gətirdilər. İman gətirin. A bəndi əminu, əmənu. B bəndi əmənu, əminu. Hansı doğrudur? Dördüncü, gəlir, vəhy olunur. Yə'ti, yuhi. B bəndi yə'ti, yuhə. Hansı doğrudur? Aralarında kiçik fərq var. 5-ci bölüm, öldürür, dirildir. A bəndi yumitu, yuhyi. B bəndi yuhyi, yumitu. Gəldik dərsimizin qısa olaraq ayələrdən çıxarışına. Hansı doğrudur onu siz tapacaqsınız. Artıq cümlə düzəldirik. İnni rasulullahi ileykum. A bəndi şübhəsiz mən Allahın rəsuluyam sizə. B bəndi doğrudan da mən Allah tərəfindən göndərilmiş sizə. Belə bir tərcümədir. Hansı doğrudur onu seçib yazacaqsınız. 2. İnnə ərsəlnəkə bil haqqi. A bəndi doğrudan da biz səni göndərdik haqq olaraq. B bəndi biz göndərdik səni çünki haqsan. Hansı doğrudur? 3-cü, şahidən və mübəşşiran və nəziran. A bəndi şahid, müjdə verən və qorxudan olaraq. B bəndi nəzarətçi, müjdə və qorxudan. 4. Ləhu mulkus səməvati vəl-ard. A bəndi göylərin və yerin hökmranlığı ona məxsusdur. B bəndi ona məxsusdur göyün və yerin hökmranlığı. Hansı doğrudur? Və sonuncusu, vələkin Rasulallah və xatəmən nəbiyyin. A bəndi və lakin Allahın peyğəmbəri və peyğəmbərlərin sonuncusudur. B bəndi o Allahın rəsulu və axırıncı peyğəmbərdir. Hansı doğrudur? Burada cədvəldə dəyərli tələbələr və dəyərli izləyicilərimiz kəlmələr verib. Bu test kəlmələrin elə davamıdır. Sadəcə olaraq siz bunu özünüz tərcümə edəcəksiniz. Və iz qalə İsə ibnu Məryəm. Və o zaman ki, dedi Məryəm oğlu İsa. Burada cədvəldə mənasını yazırsınız və bundan sonraki gələn kəlmələrə də diqqət edin. Cədvəldə görürsünüz, onları tapacaqsınız. Yəti min ba'd ismuhu Əhməd. İnnə ərsəlnəkə bil haqqi. Huvəl-ləzi ərsələ rasuləhu və sair. Qalanını da görürsünüz ekranda 10 dənə kəlmədir. Onların hamısını yazacaqsınız. Və burada 4-cü tapşırığımız yenə maraqlı tapşırıqdır. Yə bəni İsrail, inni rasulullahi ileykum. Ey boş yer buraxıb, doğrudan da yenə boş yer buraxıb, elçiyəm, elçisiyəm, yenə boş yer buraxıb, üçün. Bunu siz ümumən tərcüməsini edəcəksiniz. Yenə 5 dənə kəlmə verib. Və mübəşşiran bi rasulin yəti min ba'di. 3-cü, ərsələ rasuləhu bil hudə və dinil haqq. 4-cü, və mə ərsəlnəkə illə rəhmətən lil aləmin. 5-ci, mə kənə Muhammedun əbə əhədin mir ricalikum. Maraqlıdır, bunları
nə edəcəksiniz? Tapıb mənaların yerinə qoyacaqsınız. Bəli, dəyərli dostlar, biz hər dərsimizdə feillərə, isimlərə aid və hərfə aid olan misallarla sizə bunları izah etməyə çalışırıq. Çünki qrammatikadır. Ərəb qrammatikasında deməli, hərf deyiləsi bir ön qoşma, Azərbaycan dilində desək ön qoşma var. Bunlar kəlmələrə qoşularaq məna tapırlar. Bu dərsimizdə ön qoşmalar min, ilə, ən kimi qoşmalardan deməli sizə misallarla təqdim eləmək istəyirəm ki, xatırlayasınız tərcümədəki ən gəlir, min gəlir, ilə gəlir, fi gəlir. Bunları siz az-azıq olsa da məlumatınız olmalıdır. Deməli, min ibadinə, ibad bəndədir, nə biz deməkdir, min də dandəndir. Deməli, ilə Firavunə, ilə sözün tək götürsək, aə və yaxud da yayə, ilə Firavuna gələndə, yəni ondan sonra Firavun gələndə, fir ona tərəf mənasını bildirir. Və ya ən, ki mənasını bildirir, yeşə, istəsə, ki istəsə. Yəni, burada biz bu ön qoşmalardan müəyyən qədər məlumatımız olmalıdır ki, tərcümədə bunlar bizə daha da rahat formada kömək eləsinlər. Ön qoşmalar doğrudan da tərcümədə insana çoxlu kömək edir. Bəli, dəyərli izləyicilərimiz, İslam Peyğəmbəri haqqında olan ayələrə xüsusi bir izah verilib 116-117-ci səhifələrdə və təklif edirəm ki, onlar haqqında oxuyasınız və çatdıq 118-ci səhifəyə. Burada həmişəki kimi dərsin sonunda 6 dənə ayə verib, başqa-başqa ayələr verib ki, siz onları tərcümə edəcəksiniz. Cədvəldə görürsünüz bu ayələri. Oxumayacam hamısını, birini oxuyacam, kifayətlənəcəm. İnnəmə valiyyukumullahu və rasuluhu vəllezine əmənu əlləzine yuqimunəs-salətə və yu'tunəz-zəkətə və hum rakiun. Bildiyiniz məşhur Maidə surəsinin 55-ci ayəsi Həzrəti Əleyhisselamın rukuda zəkat verməsi haqqında bəhs olunur. Yuqimunə qılırlar, salətə namaz deməkdir, yu'tunə verirlər, zəkətə zəkat deməkdir, rakiun ruku edənlər. Bu ayələri inşallah siz oxuyacaqsınız və özünüz bir-bə-bir bunları tərcümə edəcəksiniz. Allah müvəffəq eləsin inşallah. Əlbəttə bunlar ev tapşırığı da hamısı kitabın özündə də bunları müəllim ev tapşırığı olaraq verir və siz özünüz gedib onu çalışırsınız, öyrənirsiniz lüğətlərdən istifadə edərək. İnşallah gələn dərslərimizdə görüşmə ümidi ilə hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.